biz o qədər nəzəriyyəyə qaçırıq ki, artıq şagird tədris dilində, riyaziyyatda, ingilis dilində o qədər nəzəriyyə ilə məşğul olur. Onun tətbiqinə ya vaxtı qalmır, ya istəmir artıq onu nəzəriyyədən bezmiş bir halda tətbiqə zamanı qalmır. Və bizdə yalnız bu üsulla təsviri incəsənət müəllimləri ki, son illər MİQ vasitəsilə işə qəbul olurlar və baxırsınız, o qədər gözəl şəkillər çəkirlər. Siz gözəl şəkil çəkmədən şagirdə deyə bilməzsiniz, siz gözəl şəkil çəkin və ya bu şəklin müəllifi kimdir, şagird onu sonra gedib araşdırmayacaq. Və yaxud da bir musiqi dərsində pəncərənin kənarından keçəndə, istər çöldən, istər qapı açıq olanda, müəllimənin pianoda gözəl ifası şagirdi motivə edə bilir. Biz çox təəssüf ki, müəyyən yaş dilimlərində övladımıza rol model ola bilmirik. Müəllimlər olur. Çünki istər praktikadan, istər ətrafımızdan görürük də bunu ki, müəllimlər rol modeli olur və buna görə də birinci özləri sevməlidirlər. Fənni olsun, o işlə özləri məşğul olmalıdır. Uşaq ki, görüb ondan məşğul olmağı sevsin.